Ürək çatması olan uşaqlara hansı dərmanlar olmaz? Bu ümumi sual verilir bizə, ancaq bu sual gəlin belə toparlamağa çalışaq. Ürək çatmazlığı niyə yaranıb? Mənşəyi nədir? Multiorqan çatmazlığın fəsadı da ola bilər. Deyəlim ki, ürək qusurunun bir parçası o da ola bilər. İndi biz konkret bilmirik ki, niyə? Ona görə hansı dərman vermək olmaz deyə biz mənşəyi bilmirik. Deyəlim ki, multiorqan çatmazlığı ürək fəsadı yaranıbsa, orada böyrək və qaraciyər müalicəsi aparılırsa, biz deyə bilmərik ki, o xəstəyə sən böyrək və qaraciyər dərmanı vermə. Çünki onun bütün orqan çatmazlığı var. Və ya ürək qusuru yaranıbsa, tam tərsinə ürək qorucu müalicə aparmaq çatmazlığı oluşmaz. Ancaq bəzi dərmanlar var ki, bəlkə o sualı verən adam onu demək istəyib. Bəzi dərmanlar, məsələn, antidepresanlar və s. ürək xəstəliyi törədir. Bəlkə o uşaqda bir nevroloji problemi də varsa və ürək çatmazlığı varsa, artıq nevropatoloq uşaq ortaq məhrəcə gəlib, onun nevroloji müayinə təyin eləməlidir. Məncə o sual ona görə bizə verilib. Ancaq yəni o ki, spesifik bir şeydir. Kim sual yönləndiribsə müraciət eləsin, biz gərəkən tibbi xidmət ona göstərməyə çalışarıq.